Damla xanımın bədəni ki yoruldu, gəlir camaya. Osteoxondrozda çox mükəmməl təsiri. Dünən zəng elədiniz ki, sabaha təcili özümüzü çatdırırıq, dedim gəlin. 7 ilə yaxındır ki, biz hicam eləyirik də Damla xanımla. İz var, nə bir çapıq var. Heç nə yoxdur. Heç nə, yəni bunu mikroskopla belə siz axtarsınız, orada heç nə görə bilmərsiniz. İş qabiliyyətinizdə fərq olur hicamadan sonra. Çox aktiv oluram birinci növbədə. Pozitiv oluram. Güllük olur bədənimdə. Bizi dəyişib başqa yerə getməmisiniz Damla xanım, düzün deyil. Bir dəfə sizə xəyanət eləmişəm. Axı siz xəyanət əhli deyildiniz. Araba çapıqlar saldılar. Ayağımın arxa hissəsinə. Və baxdım ki, mən illərdir hicamaya gedirəm. Mənim kürəyimdə bir dənə də olsun şırama bənzər, kəsik, xət heç nə yoxdur. Özümü çox yaxşı hiss elədim. Mənim bilirsiniz ki, osteoxondrozum var idi. Ürək döyüntülərim var idi. Diaqnostikası elədik, həm təmizlənmə. Artıq Damla xanım panik